Krevetkadır uşaqlar. Bunun təmizlənmişi də var, amma təmizlənməmişini aldıq ki, praktik olaraq restoranlarda qarşılaşacaqsınız ki, krevetkanı təmizləməyi öyrədə bilərsə, yoxsa yox. Ayaq hissələrindən, alt hissəsindən qopardırıq. Birinci, dağıtmamaq şərtindən. Yəni, tam ehtiyatla qopardırıq ki, elə restoran var ki, quyruğunu saxlayır, üstündə elə sunum var ki, başını saxlamalıyıq. Yəni, heç birinə zərər yetirmirik. Bu şəkildə ayaqlarından sonra qabıqlarını bu şəkildə təmizləyirik. Quyruğunu saxlaya da bilərik, saxlamaya da bilərik. Dekor olaraq, görünüş olaraq biz saxlayaq bu qayda ilə. İç tərəfini görə bilir damarının içində. Təmizlənməli yer olan budur. Bunu zubatiska ilə və yaxud bıçaqla içini yarıb götürə bilərsiniz. Hə. İncə şəkildə daçsaz 100% çıxmalıdır, bəli. Bu şəkildə də dartıb çıxarda bilirik. Bu mütləq şəkildə çıxmalıdır. Krevetkanın içindən. Görə bilir amma buranı. Nazik damar, bağırsaq kimi bir şeydir burada. Bütün krevetkalarda var. Çay krevetkasında var. Okean krevetkasında da var. Axıra kimi görə bilir amma. Bu damar çıxmalıdır üstündən. Gördünüz? Elə krevetka var ki, bu kürək tərəfində, baş tərəfində də var həmənçindən. Bunda yox idi, bəyə baxmışıq. Bunda az miqdarda var. Görə bilir amma. Gördünüz? Siniri. Təmizləmə qaydası budur. Bu şəkildə təmizləyirik. Quyruğu lazım deyilsə, quyruğunu da çıxardırıq. Başı lazım deyilsə, başını da bu qayda ilə çıxardırıq. Olur bu. Görə bildi hamı? Praktik olaraq budur. Yəni, restoranda krevetka versələrsə, soruşursan ki, quyruğu qalır, başı qalır, ona uyğun hərəkət edirik. Yəni, əgər sunum olar ki, başı ilə bir yerdə sunum eləyərik, başını çıxardandan sonra olur yararsız. Çatdı fikrin? Buyur. Tempur eləyəndə onun quyruğu qalır. Tempur eləyəndə elə restoran var qalır, elə restoran var qalmır. Əsasən tempur eləyəndə qalmalıdır 90%. Ayaq hissəsindən başlayırıq. Yəni, həmənki qayda ilə davam edirik. Aydındır, çətin bir şey deyil. Burası səliqəli şəkildə. Dəniz məhsullarının taxtası nə rəngi idi? Göy. Aysa göy. Göy taxtada təmizləyə bilərsiniz və yaxud qabda təmizləyə bilərsiniz. Yəni, əlimizi vurduğumuz şeyləri bıçağa vurmuruq, taxtaya vurmuruq. Yəni, çox batırmırıq ki, iyili bir şeydir. Yəni, balıq necə iyilidirsə, krevetka da iyili bir şeydir. Maksimum təmizləməliyik ki, ətrafımızı batırmayaq. Aydındır.